Aha. Bu Bəli, şey bax burada demədim. 30, 15, 36, 18. bəli, yarısıdır. Bax burada bu sualın yanaşması odur ki, ümumiyyətlə ədəd şəkil münasibətlərində sualı tapmaq şərt deyil. Əsas məsələ suala necə yanaşacağını bilməyindir. Burada suala yanaşırsan ki, bax, bunlar bir fiqurlardır, bunlar bir fiqurlardır. İndi mən nə edirəm? Bax, 30-un yarısı nədir? 15. 15. 36-nın yarısı nədir? 18. 54-ün yarısı 27-dir. İndi 34 nəyin yarısıdır? 68-in. 8. 68-in yarısı olacaq 30, həm də 34. Bəli, cavab olacaq 8. Misal üçün, belə bir sual. Buna baxın görək. Hər 4 bölü 18, 3. Belə bir şey. 80, 16, 5. 26-nı 2-yə vurub 52 alıb. Aha, Təşəkkür necə? edirəm ağacım. 26-nı 2-yə vurub 52 Ay, alıb. bəli, Al. baxın. 18-i 3-ə vururam, eləyir 54. Ben bölme variantını dedim size. 80'i Hmm. bölsen 5'e 16 Ay, alınır. o da olar. 52. Eyni şeydir, bəli. Eyni şeydir. 80-i 5-ə böləndə bəli, olur 16. Biraz görməli sualdır və çətin sualdır. Həqiqətən də ağır sualdır. Heç fikrimə gəlməzdi o fikirləşmək. İndi 4-ü vurursan 12 eləyir 48. Cavab olur A bəndi. Bax, məsələn, bu sualın yanaşması nədir? Bu suala baxanda görürəm ki, bax, burada nə görürsünüz? Burada nə görürsünüz? İşte, çıx 2. Ondan bölüb 5-ə 7-nin üstünə 5, 13. Bu deyil. Bax, 14. mən sizə deyim. Bu suala baxanda, baxıb görürsən ki, ədədlər çoxdur. Ümumiyyətlə, yadda saxlayın. Ədədlər çox olanda 90% hallarda toplama prinsipi olur. Və burada ümumi fiqurun şəklinə baxsan, burada görürsən uzun oxları var, bir də qısa oxları var. Burada uzun oxların cəmi qısa oxların cəminə bərabər olmalıdır. Yaxud üstəgəl kimi olan oxlar görürsünüz uzun oxlardır. X kimi olanlar nədir? Qısa oxlar, düzdürmü? Yəni burada o rənglədiyim, bu göy rənglə qeyd elədiyim ədədlərin cəmi qırmızı ilə qeyd elədiyim ədədlərin cəminə bərabər olmalıdır. Göylər 30 edir, qırmızılar da 30 edir. Belə-belə tapırsan. İndi burada bunların cəmi bərabər olmalıdır. Bu birisi 4 dənələrin cəminə. Olur Mən belə. uzun oxlarda necə olur? Başa düşmədim. Hə, ümumi ki, baxın. cəmləri, Bəli. uzunların, hə, bir şey. Bəli, uzunların cəmi qısaların cəminə bərabər olmuş sayılır. Cavabı sonra hesablayırsan, eləyim neçəsə. Burada nə olar? 3 bucaq. 3, Burada 3 üstü 6 olacak. 3, 6. Sonra Yox, 4 çox olar. üstü Çox olar. 6 üstü işte. 6 üstü 3. 6 üstü 3 şey olur axı. 3 üstü 6 da Evet. çox olur. Burada bax 6 ilə 3-dən 189 alınır. Deyərəm ki, 6 vur 3 18, 6 üstə gəlir 9, amma 6 ilə 4-dən 152 almaq olmur axı. Bax 2 dənə balaca ədəddən böyük ədəd alırsa, ya vurma, ya kvadrat, ya da kub söhbətidir. Bu sualda kublarının fərqidir. Yəni 6-nın kubundan 4-ün kubunu çıxıram. Eləyir 152. Burada da 6-nın kubundan 3-ün kubunu çıxıram. Eləyir 189. İndi burada 6-nın kubundan dairə neçə bucaqlıdır? 0. Bucaq 0. Çıxanda eləyir 216. Bu olur belə, bəli.
Ondan sonra. Bu cür suallarda görürsünüz figurlar ki müxtəlif figurlardırsa nə etmək lazımdır? Bucaqlarının sayına baxmaq lazımdır. Birinci şəklim neçə bucaqlıdır? Bax, bunu necə tapırsan? Bu arada çox adam bəzən qarışdırır. Bucaq və tərəf sayı eyni şeydir. Yəni, bax, bu bucaqların çox adam götürür ki, bax, belə. 1, 2, 3, 4, 5. Bu 5 bucaqlı deyil, dostlar. Bu 5 şuşəlidir. Bu 5 şuşəlidir. 8 bucaqlıdır o. Ay, bu 8 bucaqlar bilirsiniz, iki cür saya bilərsiniz bucaqları. Bucaqları saymaq üçün ya sınma nöqtələrini sayın. Misal üçün, bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə sınma nöqtəsi var. Ya ki, qardaş, bir tərəfləri sayda, bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. Nəysə də bu 8 bucaqlıdır. Bu neçə bucaqlıdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 yoxsa? 11. 11. 11. 11. İndi 8-i 11-ə vururam 88. Bölürəm 11-ə. 11-i 1-ə vuraram 11. 88-i 11-ə bölürəm. Arada bölmə olduğuna görə cavab olur 8. Burada da bunu buna vururam. Bunu da buna vururam. Alınan cavabları bölürəm. Və baxıram buna. İndi 6-nı 6-ya vuranda olur 36. 36 nəyə bölsən 1 eləyər. Hələ 36-ya bölsən. Baxıram görəm hansı variantım 36 eləyər məndə. 36 eləyən variantım bax Y variantıdır. Çünki bu 6 bucaqlıdır. 1, 2, 3, 4, 5, 6. 6 bucaqlıdır axı. 6 dəfə 6 eləyir 36. Olur belə. Buna bağlı nə düşünürsünüz? Cəmliyir də mənim 2-nin üstə 6, 14-ün üstə 0, 4-ün üstə 5. Özündən əvvəlki ilə cəmliyir. Ay çox. Bu nədir? Üçdən Fibonacci 9 olacaq. Fibonacci ədədlər Bir dənə ardıcılıdır. Ay doktora. çox. 2 ilə 6-nın cəmi 8. 14 14 ilə oldu. 0-ın cəmi 14. 14 ilə 0-ın cəmi yenə olacaq 14. 6 ilə 8 14. 13 ilə 1 14. 5 ilə 9 14. Yəni hamısı bəlkə qıraqlardan 4 bir tərəfdən. 4 bir tərəfdən mərkəzə doğru Fibonacci ədədlər ardıcılığı. Əvvəlki ikisinin cəmi sənə verir növbəti ədəd. Tamam? Olur belə. Bax, bəzən bu cür bir suallardan da düşür imtahana. Burada Kökün məsələ. altına salıb cəmliyirik də müəllim. Aysa. Bax, baxıram ki 169 13-ün kvadratıdır, düzdürmü? Bax, 5 ilə 8-in cəmi olur 13. Görürsünüz? 5 ilə 6-nın cəmi eləyir 21. 5 ilə 6-nın cəmi daha doğrusu 11. 11-in kvadratı 121. İndi mesela 6 ilə 1-in cəmi 7, kvadratı 49. Onda 6-nın üstünə gələk 6 gəlmiş 12 eləsin. 12-nin kvadratı 144 burada da. 6 üstə 6 12 eləsin, kvadratı 144. İçəridəkiləri toplayıb kvadratı yüksəldəndə bu paxlavalar alınır. Bəs o birisi ədədlər necə alınır? O birisi ədədlərə fikir versəz, bax, 24 necə alınır? Bax, bu 13-ün kvadratıdır. Bu da 11-in kvadratıdır. 13 ilə 11-i toplayanda alınır 24. Bu 13-dür, bu da 9-dur da. 13 ilə 9-u toplayanda alınır 22. A'mız da olmuş olur 22. Yəni kvadratlar olduğunu ən azından tutmaq olardı bu sualda. Burada nədir? Müəllim, buradan 12-ni 3-ə vurur, 36 yazır. 6-nı 6-ya vurur, 36 yazır. 9-u 4-ə vurur, 36 yazır. 18-i 2-yə vurur, 36 yazır. 36-nı da 1-ə vuracaq, 36 yazır. Bəli. Qarşı-qarşı hasillər bərabərdir, bax.
Hamısı 36 eləyir. 9-u vurdum 4-ə elədi 36. 12-ni vurdum 3-ə elədi 36. 18-i vurdum 2-yə 36. Burada da 6-nı vurdum 6-ya 36. İndi biri nəyə vursam 36 eləyər. Elə 36-nın özünü. Bəli. Qarşı-qarşıya hasillər 36-ya bərabər olmuş olur. Bu mövzunun bir dənə 40-cı suala baxın. Burada rəqəmləri toplayırıq. 22 böl. Yox. 10, 11, 22. Böl 11, 2. Yox, Amma olmadı. billərdə alınmır. Hı -hı. Bəli, burada 4 rəqəmlərinin sayıdır. 4-lərin sayı. Bu nə deməkdir? Bax. Bu ədəd burada nəsdən 4 rəqəmi görürsünüz. Bax 2 dənə 4 var. Yazıb 4-lərin 2 dənə. Burada nə qədər 4 var? 1 dənə. Burada nə qədər 4 var? 3 dənə. İndi burada nə qədər 4 var? 4 yoxdur da 0. Ümumiyyətlə, belə deyək də, sual gördünüz imtahanda, gördünüz tapa bilmirsiniz və variantlarda 0 varsa 0 atın. Çünki 0-ın çıxma ehtimalı daha yüksəkdir. Səhv də çıxa bilər ha, yaxşımı? Amma 0-ın çıxma ehtimalı daha yüksəkdir. Yəni 0 qoyurlarsa, adətən 80-90% cavab 0 olur. Amma yəni Bu çox çətin məntiqdir də. Bu heç kimin ağlına gəlməz ki, Biraz bəli, dördləri biraz görmək sayılır. lazımdır. Biraz görmək lazımdır. Deməli, mənim bir dənə müəllim dostum var. Bir dənə maraqlı bir şey danışım sizə. Keçən il magistr imtahanından qabaqdır. TikTokda bir dənə video paylaşıb. Videoda 2 milyona yaxın izlənildi. Deyir ki, salam əziz tələbələr, bəs sizə bugün imtahanda atmağın yolunu öyrədəcəm falan filan. Video düşüb kəşfiyyata partladı. Qardaşın da biri komment yazıb ki, yəni deyir ki, belə imtahanda belə atmaq lazımdır, belə atmaq lazımdır. Yəni zaten atmağın yolu deyə bir şey yoxdur. Prosta məntiqlə atmaq lazımdır da. Qardaşın da biri yazıb ki, çox sağ olun müəllim, sayənizdə əşkar gedirəm. Yəni belə deyək də. Həmişə belə deyək də. Atıp Yəni tutmayıp. hə? O atıp tutmayıp da. Yox, bəlkə də bizdə var da komment xətrinə şey yazırlar ki, çox sağ olun, sayənizdə əşkar gedirəm. Mən variantlar sayıb atıram. Hər variantın faiz dərəcəsi nə Allah'a demək olar bir-birinə. Ehtimalen. Ona görə o sayıb atıram atamdan. Bax, atmaq bilirsiniz nədir? Bax, məsələ, adi bir şey deyim də mən sizə. Artıq dövlət qulluğu imtahanlarında biraz şey olur o. Çünki əvvəl kağız üzərində olanda ən azından baxa bilirdin də hansı variantı zadı çox yazmışam. Misal üçün mən dövlət qulluğu imtahanı, mən magistr imtahanına girəndə 2024-cü ildə bir dənə sizə sual göstərəcəm. Məsələn, o sualı tapa bilmirdim imtahanda. Çünki sözün biri anaqramların mövzusuna aid sualdır. 50 sualda məntiq magistr imtahanında. Deməli, sualların hamısını tapmışam. Bir dənə sual qalıb. Nə fikirləşirəm, ağlıma gəlmir də bu sözləri düzəldəm. Bir dənə istəyirəm bu suala birinci özünüz baxasınız. Sonra deyəcəm mən bu sualı necə bilirdim ha, cavab nədir? Çünki atmağa görə, o məntiqlə atmağa görə 100% bilirdim ki, cavab odur. Məsələn, bu sualı nə yazarsınız 74-ü? Burada cevap B'dir. D. B. B neydi? D. D. Başqa. Cavabı az sonra deyəcəm. Bu sözlər desən Sözün birində termin. iri atıcı var deyəsən. Bir də onu tapdım. Amma o biriləri tapa bilmirəm. Çığ olmur axı onda. İri atıcını mən də fikirləşdim. Onda çığ olmur.
Hə, Y orada T bəndində yoxdur. hasilatçıdır. Sonra 2 Yo, var yo, orada. Y-ni demirəm, yox. Bəli, var. Ağızlar. Bəli. Hasilatçı var ha. Bu çətindir Biri əməlli başlı. Burada şey A ola bilər. mühafizəkardır. Burada C ola Y bilər. bəndi hasilatçıdır. Aha. C bəndi Müəllim, dəqiqə. burada şey ola bilər. C hərfi. C bəndi. D bəndi. Aha. C bəndi məncə. Bax, Y bəndi hasilatçı da olar, islahatçı da olar. İndi ikisi də düzəlir, amma hasilatçı daha uyğundur. Bu magistr imtahanına düşüb da bu sual. Deməli, tələbənin biri götürüb şeydir. Deyir, müəllim, hamısı peşədir, tapıb da budur. Bu mühafizəkardır, bu inqilabçıdır deyir. Mühafizəkar, inqilabçı. Deyir, yazıb Y variantı. Deyirəm, Y variantı niyə yazmır? Deyir, Y variantı Stalinsindir. Deyirəm, o qədər Stalinsində H hərfi əvvəlası yoxdur. Bəzən belə anaqramlarda biraz qatıb qarışdıranlar olur hərfləri. Bax, bu Lan bəs sualda burada mən B variantı nədir? hə, C, B variantı hansı sözdür? B deyəcəm. Bax, mən misal üçün bu imtahanda, bu sualda baxan kimi mühafizəkar sözünü tapdım 100%. Sonra biraz fikirləşdim, bir 20-30 saniyə islahatçını tapdım buradan, yaxud hasilatçı eyni şey tapdım. Sonra D variantını ümumiyyətlə ağlıma gəlmədi D variantı. D variantı inqilabçı sözüdür, inqilabçı. Amma bunu tapmaq olardı. Bu mənim nəsə ağlıma gəlmədi imtahanda. B ilə C-ni tapa bilmədim. Çünki C variantı inkubator sözüdür. Mən niyə C-ni tapa bilmədim? Çünki inkubator, mən inkubatoru Q hərfi ilə yazıldığını bilirdim bu vaxta qədər ki, inkubator Q ilə yazılır. Səndə K ilə yazılırmış, inkubator. Yəni o cüzə çıxardan şey var, aparat belə deyək. Bir dənə B variantını tapa bilmədim imtahanda. Düz deyir, C variantını da heç ağlıma gəlməmişdi. Düz sonradan axırda yaxın tapdım ki, hə, bu inkubatordur. Zaten C uyğun gəlirdi. Çünki mühafizəkarla hasilatçı şeydir, nədir onun adı? Peşədir. İnkubator peşə deyil. Həm də bunu hardan bildim? İndi onu atmağın sonunda deyəcəm. B variantı irticacı sözdür. İrticacı. İlticacı. Mən də tacirdə də oxuyuram bu adamı. İrticacı sözünün mənasını bilən var. Mürtəci etdi əməlim. Mürtəci irtica eləmiş şəxs, xaricə getmiş. Bir yerin dəyişmiş şəxs. Yox. İrtica İrticacı şeydir, sən geridə qalmışdıq. İrticacılıq da yəqin gericilik kimi bir şeydir. İrtica. irticacı, Deyilmiş şeydir. bəli, inkişafa qarşı olan köhnə fikirli, o Lorelləsi Sovet adamı. Yaxud belə ona bu izahlı lüğətdə belə yazıblar irticacı sözünü. İrticacı mədəniyyət və tərəqqi düşməni. Bu cür yazıblar izahlı lüğətdə. Məsələn, mən o sözü ilk dəfə də eşidirdim. Yəni heç vaxtda tapa bilmirdim. Çünki mən o sözü bilmirdim, nə yalan deyim. İmtahandan sonra bildim ki, belə bir söz var. Və məsələ nədir? Zaten inkubator daha yaxın idi. Ola bilərdi ya B-də olsun. Hardan bilirdim cavab C variantıdır? Mən baxdım ki, bax, misal üçün magistr imtahanında 45 dənə qapalı sual olur. Hər sual 5 variantdan ibarətdir də, düzdürmü? 45-i 5-ə böləndə eləyir 9. Yəni, hər variant ortalama olaraq 9, 10, 11 dənə olmalıdır. Mən baxdım ki, mən eləmədim tənbəllik, oturdum 44 dənə qapalı sualı, bir-bir saydım ki, mən 12 dənəsinə D variantı yazmışdım sualların, 11 dənəsinə B variantı yazmışdım. Nəsə də bilməm, neçə dənəsinə A yazmışdım. Baxdım ki, ən az olan C variantıdır. Yəni, mən ümumiyyətlə C variantı çox az yazmışam. Onda bildim ki, 100% bu sual C variantıdır. Çünki elə eləyirlər ki, imtahanda bütün variantlardan təxminən ortalama olaraq aşağı-yuxarı eyni olsun. Bunu siz niyə eləyirlər? Tələbə girir imtahana, hamısını A yazır, tutam keçir imtahanına. Ona görə eləyirlər onu ki, hər variantdan ortalama. Yəni, atmaq budur. Yaxud, bir 20% Aha. demək olar. 20% olur da, mən də eləncə çox vaxt atmışam, gəlib məsələn, ikisinin üçün atmışam, gəlib çıxıb cavab ki, düz gəlib. İkisindən məsələn, üçündən ikisi gəlib, yaxud biri gəlib, ki, gəlib. Bax, bu birisi nədir? Atma üsulu deyəndə həmişə. Atmaq bilirsiniz necədir? Belə deyək. Bəzən, xüsusən bu magistr imtahanında olur.
atma üsulu oldu ki, yəni məsəl güclü tələbə yazır tutalım 50 dənə məntiq sualından 5 dənəsini 45-ini yazır, 5-ini yaza bilmir. İmtahan 3 saat olur. 45-ini yazır, 5-ini yaza bilmir və götürür o 5 dənə suala baxır, atır. Görür ki, ən az hansı variant istifadə edib onu atır. Yaxud misal üçün riyazi məsələlər olanda hər hansı bir məsələdir. Baxır ki, bütün variantlar cütdür. Bir dənə A bəndi tək ədəddirsə, götürüb tək ədəd atır. Belə şeylərlə yəni atma olar. Amma konkret olaraq yəni atmağın bir yolu yoxdur. Misal üçün, mən özüm də olub da tutalım. Sual göstəriblər. Deyirlər, nə atarsan buna? Demişəm, C ataram. Deyib, amma cavab B variant. Demişəm, o ola bilər. Yəni ki, atmağın konkret bir üsulu yox. Sadəcə biraz şans Dövlət qulluğu, məsələsidir. Aha, dövlət qulluğu imtahanları indi elektron keçirilir. aha, bəli. Kompüterlə. Bilmirdim. Bizim vaxtımızda yəni 5 il bundan qabaq kağız üzərində idi. Artıq bu ildən Elektron cavablar həmin gün bilinirdi həmin onda. həmin momentində bilinir ki, sən Hə, e, başa düşdüm. yəni imtahandan çıxan kimi bilirsən artıq kəsilmisən, Biz o vaxt keçmisən. bir gün gözləyirdik, ona görə dedim, Hə, yəni indi bilirəm, yenə bilirəm. gözləyəcəyik. Bu ildən artıq elə olur. Yanvar ayında imtahanlar elektron. Mən öncə 2020-də imtahan vermişəm. Mən hələ imtahandan çıxmamış, zaldan çıxmamış bizim nəticələr açıqlandı. O nə tər? Aha, kağızda vermişdik cavabları. Ola Yəni bilməz, mən də 2000-də vermişəm orada. ola Onda bilməz yəni bir gün yalan niyə sonra deyim ki mən açıqlandı. sizə? Yalan niyə deyim ki? Yox, Mən çünki onu otaqda Yəni sizə oturduk nəsə biz, açıqlayıblar, cavablar çıxdı humanist sonra çıxdı oldular. bayıra. o yalan deyirəm. Onu bilmirəm niyə elə oldu. Srazı bizə Yəqin dedilər. tutqul qardaş, siz 15 başqa dəqiqə imtahan. çəkdi də. Siz miqrasiyaya deməmişdiniz, vermisiniz. Miqrasiyadır böyle. Bəli, Xüsusi dövlət miqrasiya qulluğu. ilə dövlət qulluğu imtahanları biraz həmin vaxtlar fərqli olublar axı deyəsən. Ola bilər siz A-ya vermisiniz, Ola üzr bilər. sayın, ola bilər. Məsələn, mən B-yə vermişdim, bir gün sonra çıxdı cavablar. Yəni həmin gün çıxmamışdı. Yo, A-ya AS de bilmirəm. doğru. Prosto migrasiyaydı. Hə, başa düşdüm. Da xüsusi dövlət Ona qulluğu görə gedir. indi Xüsusi dövlət qulluğu gedirəm. dekabrda hamı istəyir tez imtahan versin. Bu elektron olacaq yanvarda ona görə. Çünki ikinci yerlər təzədən açılmışdı dekabr üçün. Neyin imtahanı? Başa düşmədim. Deyirsə yanvardan elektron olacaq da bizim vaxtımızdan. Aha. Bəli. İndi elektron deyil hal-hazırda. Ona Yox, görə dekabr imtahanında yükləmələr çoxdur. Yox, hal-hazırda Yox, da deyəsən yanvardan elektrondur. olub axı, bu ildən başlayıb. Baxın. Bu yanvardan. 2025-in yanvarından Adi etibarən bildi. dövlət qulluğu imtahanları elektron keçirilir. Amma dedilər 2026-dan yeni dəyişikliklər olacaq. İndi danışanda elə bildim yəqin o da dəyişiklik. Yox, o səriştə modeli ilə bağlıdır. Onunla bağlı hər kəs heç özləri də bilmir nəyi. İndi görək nəyi necə. İnşallah heç nə eləməzlər. Ya o normalda imtahan elektron olur. Bir ildir də, yəni demək olar ki, bir 10-12 dənə imtahan keçirilib. B, A hamısı çox ki çoxdur ki az deyil. Hamısı elektrondur. Bir də Deməli, hər ay olur da. Məsələn, əvvəl 2 hər o aydan bir BB olurdu, imtahanında indi hər ay hər ay olur, olur. BA-da 2 aydan bir olur, bəli. Hı -hı. Bu sualda kublarının fərqidir. 5-in kubundan 3-ün kubunu çıxırsan olur 98. 4-ün kubundan 2-in kubunu çıxırsan olur 56. Yəni indi 3-ün kubundan 1-in kubunu çıxacam olacaq 26. Baxın. Burada nə olar?
Deyim sən, bilmirəm amma səhvdir ya düzdür. Aha, deyin. Məsəl bu 7-ni 7-yə vurub 49, onların cəmi 13, 5-i 5-ə vurub 25, onların cəmi 7, 13-dən Yox, çıxıb yox, yox, yox. O 100% bir yerdə qırılır. Baxın, ədəd şəkil münasibətlərində ümumiyyətlə bu mövzuda gördünüz alınmır. Bax, çox istifadə olunan üsullardan biri də budur. Gördün heç cürə alınmır. Bizə nə edirsən? Hamısının cəmlə. Bax, bu ədədlərin cəmi eləyir neçə? 30. Hesabladım Hamısının hocam. cəmi 30 eləyir. Bax, bunların da hamısının cəmi nə eləyir? 30. Tamam. Cəmləri eləməlidir 30. İndi 5, 5, 5, 5 eləyir 20. Bizə 10 lazımdır ki, eləsin 30. Tamam. Bir neçə üsulu yoxladın, nə bilim, çarpaz vurdun, topladın, böldün, nəsə elə gördün alınmırsa, hamısının cəmlərinə baxmalısan. 54-cü sual. Kvadratlar cəmi var burada. Yox. Amma ikincidə alınmır. O, qəşəng üsuldur ya. Bu sual görməli sualdır. Aha, həll yazan var, mən pas. Toplayıb çıxırdı deyəsən 7, 7, 14. Çıxsın. Səmə xanım, necə tapmısınız bu sualı? Yeddidən 7-ni çıxıb, 9-dan 8-i çıxıb, 0, 1 arta gedir. Bəli, bax, Elə. ədədlərin fərqidir. Bəli, bundan bunu çıxanda 0, bundan bunu çıxanda 1, bundan bunu çıxanda 2, bundan bunu çıxanda 3, bundan bunu çıxanda 4, bundan bunu çıxanda 5, bundan da bunu çıxanda 6, bundan da bunu çıxanda olacaq 7. Yəni 7 olacaqsa bu sualın yerinə 2. Bəli. Üstə 7-nin üstə 2 gəldim, bir də üstə 1 gəldim, eğlence tapdım. Hamısını alınmır axı o usul məncə. Nə 8-dən 4-də alınır, onda da 8-dən 3 çıxır, 4-dən də özün çıxmır. Yəni artıq bazanan kimi şey vurdum özüm. Ola bilər. Yəni ümumiyyətlə ədəd şəkil münasibətləri elədir ki, yəni bu şey kimidir də biraz riyazi cəhətdən bir neçə üsullar burada alına bilir. Bax, dövlət qulluğu imtahanının qəbul sualı, piramidalara aid. Buna bağlı nə düşünürsün? Burada hamısı 7 olur. Amma yuxarıda alınmayacaq. 5, 2 ola bilər cavab orada. Cevəndə. Yox. Yaş, nə atarsınız bu suala? Burada 0'dır. Burada var Tamam. 0, mən 0 atarım burada. Bəli. Bir toplamı tutma eləyərəm burada. Yox, elə deyil. Burada biz necədir? Burada hamısı 7, 7, 5, 5, 5, axırda 0. Daha doğrusu belə desək, bax 300 baxırsan.
Bax, bu üçün cəmi nə eləyir? 10. 10. Bu üçün cəmi nə eləyir? 10. Bu üçün cəmi nə eləyir? 10. Bunların cəmi, hamısının cəmi 10 eləyir 300 baxanda. İndi bunların cəmi 10 eləyir. Bura 0 lazımdır da. 300 Maraqlıdır. baxanda cəmləri olmalıdır 0. Baxırıq bu suala. Burada nə ola bilər? Baxın, bu sualı ilk dəfə görəndə çox adam tapa bilmir. Amma bir dəfə görsəz, çətinliyi o necə deyirlər, heç vaxt yadınızdan çıxmayacaq. Bax, bu üçündən görürsüz bu alınır, bu üçündən bu alınır, bir də bu üçündən bu alınır. Bax, burada nə qədər qara nöqtə var? Burada 3 dənə qara nöqtə var. 3-ü Burada vurub 4-ə də. 2, burada da 2, burada da alınıb 12. Ay son. Bax, sətir üzrə hasildir. 3 vur 2 vur 2 eləyir 12. Bax, 4, 1, 2 eləyib 8. Yəni 4 vur 1 vur 2 eləyib 8. Sətir üzrə hasillərdir. İndi bura 2-dir, bura 1-dir, burada 4-dür. 2 vur 1 vur neçə 4 eləyər? 2 lazımdır bura. 2 vur 2 2 vur vur 2. gəlsin 4. Yəni bizə 2 dənə hissə lazımdır. 3 ədədin hasili bunları verir. Sütun isə toplama ilə. Bax, burada 9 dənə qara nöqtə var. Bax, 3, 2 və 4. Toplayanda olur 9. Olur belə. Sətir üzrə hasil, sütun üzrə cəmlər. Misal üçün, burada nə olar? Hı. 85-dən 67 çıxıb 18 alır. Yəni burada 26-nı 2-yə vurub 52 yazıb. Ora 23-ü 2-yə vurub 46 yazıb. Yəqin ki, Y-də 13 olacaq ki, o vuracaq 5-ə 85. Yox. Daha doğrusu 10. Baxın. Ümumiyyətlə 52 görürsünüzsə bir sualda 99% 36 üstə gəl 16-dır. Bax, 52 necə alınıb? 4-ün kvadratı ilə 2-nin kvadratını toplamışam. Bax, 4-ün kvadratı üstə gəl 2-nin kvadratı. 4-ün kvadratı üstə gəl 6-ın kvadratı eləyir 52. Baxın, 5-in kvadratı üstə gəl 1-in kvadratı olur 26. İndi 49 üstə gəl 36 olur 85. İndi y neçədir? 3-ün kvadratı üstə gəl 2-nin kvadratı. Yəni 9 üstə gəl 4, y-imiz olur 13. Tapıldı. İndi bəs x-a baxıram. X-in xalası oğlu burada məsələn 23-dür.
23 necə alınır? Bax, 46-nın rəqəmlərinin cəmi 10-dur. 67-nin rəqəmləri cəmi 13-dür. 13 ilə onun cəmi eləyir neçə? 23. Bura 10-dur. Bura neçədir? 6-dır. 10 ilə 6-nı toplayıram, eləyir 16. Tamam. Yəni qıraqdakı üç bucağın rəqəmlərinin cəmi bizə ortadakı 6, 5, 11 verir. dairələri vermiş olur. Məsələn, bax 6, bu da 5. 6 üstə gəl 5 eləyir 11. Gedir, olur belə. Bax, misal üçün bu sual. Baxıram ki, burada məsələ nədir? Bax, rəqəm çox varsa dedi ki, toplamadır. Bax, bu qıraqları toplayıram. Bax, bunları, bu ədədləri, bu hamısını toplayıram. Eləyir 35. Eləyir 35. 35-in üstünə 1 gəlirəm. Eləyir 36. 36 nədir? 6-nın kvadratı. Bax, qıraqları toplayıram hamısını. Eləyir 15. Üstünə 1 gəlirəm. 16. 16 nədir? 4-ün kvadratı. İndi bunları toplayanda deyəsən 49 olur. 48 olur. Üstünə də 1 gəlirəm olur 49. 49 da nədir? Olmuş olur 7-nin kvadratı. Toplayıb kvadratdan yazırsın. Bu da nədir? Ödül müəllim, 25, 5'in 5 25'in kvadratı 25'ti. 5 2 vurur 10. 6'yı bu 36 edir. O da 6. 6'nın kvadratı 36'da 6'yı vurur 2 12. Ay, bəli, bax. Böyle Qıraqları çıxmışdı. toplayıram. Eləyir 36. 28, 36. 36-nı 3-ə böl. Toplayıb 3-ə bölürsən. Yəni qıraqları topla 3-ə böl. Eləyir 12. Bunları toplayanda alınmır axı. Onlar 49. 49 eləmir. Hə. Daha doğrusu toplayıb 3-ə bölmək yox, hə. Bunları toplayıram eləyir 36. 36 nədir? 6-nın kvadratı. 6-nı 2-yə vurursan 12. Bunları toplayıram olur 49. 49 nəyin kvadratıdır? 7-nin. 7'ni. 7-ni 2-yə vurursan 14. Yəni topla, kökə sal 2-yə vur. Bunları toplayanda olacaq 81. 81, 81 bilən ki 18. 9-un kvadratıdır. 9-u da 2-yə 2 vuranda vuranda olur. 18. Olur 18. Beş dostlar. Bu da bizim ədəd şəkil münasibətləri. Mən sizə testləri göndərəcəm. Elə bugün bir də qəbul aşan sualları göndərəcəm. 50-yəcən yazmağınız qəbul aşan sualları kifayət eləyər. İzahlarını da göndərəcəm, cavablarını da hər şeyini. Dərsin də rekordunu göndərəcəm. Başqa bir sualınız var mı? Çox sağ olun müəllim. Sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ Sağ olun. olun. Başqalıq gedir.